Herkese salam. Bugün biz sizlerden Amazon'dan ümumiləşdirici tapşırıqlar səhifə 36-nı işləyəcəyik. Bir də 37-ni işləyəcəyik. Gəlin işləyək. Baxın, deyim niyə 37-ni də işləyəcəyik? Çünki burada davamı da var. 6, 7, 8, 9, 10 davamı da var. Onun üçün gəlin işləyək. İndi 8 üstə 5, 1 boş xanalardakı rəqəmləri müəyyən edin. İndi 8-in üstünə 5 gələndə 13 eləyir. 13-ün üstünə də 6, 19 eləyir. 9-u yazırıq, bir yaddamız var. 9-un üstünə 7, 16. Neçə eləməliyik ki, burada 24 olsun. Şala, 16-nın üstünə 8 gələndə 24 eləyir. Amma bir yaddamız da var idi deyə. Burada uşaqlar 7-nin üstündən 9, 16, 16-nın üstündən də 7, 13 eləyir. Bir yaddamızda olur. O da 14, 24 başlayın. Buranın da qoyuruq 7. İndi buraya keçək. Burada bizə deyil ki, burada uşaqlar 2 yaddamız olur. Çünki 24 var burada. 4'ü yazıblar, 2 yaddamız olur. İndi burada neçə eləməliyik ki, 7 olsun cavabı. Gəlin eləyək. Baxın, indi biz, baxın, 5-in üstünə 1 gələndə 6 eləyir. Amma biz 4-ün üstünə 1, 4-ün üstünə 1, 5, 5-in üstünə bu 2 yaddan gəlir, eləyir 7. Gəlin, 4-ün üstünə 1, 5, 1 yaddır vardı 6, 2 yaddır vardı 7. Gəlin eləyək. İndi keçdik ikinciyə. İkincidə bu misal verilib. İndi gəlin eləyək. Burada 6-nın üstünə nəsəsə gəlib. Sonra üstünə nəsəsə gəlib. Burada 21 eləməsi lazımdır uşaqlar. İndi gəlin eləyək. İndi 6 üstünə 5 qoysaq, eləyər 11. 11 üstünə 7, 18 eləyir. Bu olmur. 6 üstünə 6, 12 eləyir. 12 üstünə 7, 12 üstünə 7, 19 eləyir. Amma 6 üstünə 7, 13 eləyir. 13 yazırıq. Bir yaddan 13 üstünə də 7 gələndə 20 eləyir. Bu da olmur. Amma 6-nın üstünə 8-i gələndə həm 14 eləyir cavab, həm də 14-ün üstünə 7 gələndə 21 eləyir. Onun üçün buraya yazırıq 8. İndi buna baxaq. Burada deyir ki, 1-in üstünə 8. Burada 2 yaddamız var. 1-in üstünə nəsəsə gəlməliyik. Cavab burada 23 istəyir bizdən. Gəlin eləyək. İndi 1-in üstünə deyək 9. 1-in üstünə 9 gələndə 10 eləyir. 10 üstünə 8, 18 eləyir. 18 bu olmur. 1-in üstünə uşaqlar baxın. Baxın. Uşaqlar, biz burada indi 2 yazmalıyıq. Çünki 1-in üstünə 2, burada 2 yaddamız var. 1-in üstünə 2. 1-in üstünə 2, 3 eləyir. 3-ün üstünə 8, 11 eləyir. Ondan sonra 11-in üstündə 2 yaddamız yeri eləyir 13. Buraya yazırıq 2. Sonra burada 1 yaddamız olur bu səfər. İndi 3-ün üstünə 2, 5, 5-ün üstünə 1, 6, 661. Keçdik ikinci suala. Gəlin keçək. İndi bizdə burada istəyir ki, ulduz bərabərdir 467, üstə gəl 225 və dairə böyükdür. Ulduz olarsa, ulduz üstə gəl 73 olarsa, 73 olarsa dairənin yerinə yatacaq ən kiçik ədədi tapın.
İndi uşaqlar biz 467-nin üstünə 225-i gəlir. 7-nin üstünə 5, 12, 2 yazıram, 1 yadda. 6-nın üstünə 2, 8, 1 yadda var 9, 4-ün üstünə 2, 7, 4-ün üstünə 2, 6, 692. Sonra uşaqlar 692-nin üstünə 73 gəlir. Bərabərdir. 2-nin üstünə 3, 5, 9-un üstünə 7, 16, 6-nın üstünə 6-nın üstünə də 7, 13, bir yadda vardı 14, 465. Nə? Yox, uşaqlar bu. Al. Mən burada səhv hesablamışam. Cavab 765-dir. Mən burada 6-nın üstünə 7 gəlmişəm çaşıb. Onun üçün 765 idi. Ondan sonra deyək ki, uşaqlar dairənin yerinə yazılacaq ən kiçiyə də. Uşaqlar bu 692-dir. 765 nədir? Uşaqlar, baxın, indi uşaqlar, burada dairənin yerinə istəyir ki, ən kiçik ədəd tapın. Burada da ən kiçik ədəd də 766-dır. Keçdik 3-ə. 3-də deyək ki, ən böyük və ən kiçik ədədləri müəyyən edin və onların cəmini tapın. Uşaqlar, gəlin edin. Burada uşaqlar ən böyük ədəd burada ən böyük ədəd 409-dur. Görsün. Burada ən kiçik ədəd də 96-dır. Sonra 409 üstə gəl 96. 9-un üstünə 6, 15. 1 yadda 0-ın üstünə 9, 9, 1 yadda vardı 10, 0 yazıram. 1 yaddamız var yenə. 4-ün üstünə o 1 yadda 5, 505. İndi keçdik ikincidə. İkincidə ən böyük ədəd 772-dir. Ən kiçik ədəd 83-dür. Gəl. 770. Üstə gəl. 83. 2-nin üstünə 3, 5, 7-nin üstünə 8, 15. Sonra 7-nin üstünə o 1 yadda 8, 855. Keçdik 4-ə. 4-də deyək ki, bağban birinci gün bağda 87, ikinci gün 96, üçüncü gün isə gündəkindən 26 ağac çox buladı. Bağban 3 günə neçə ağac buladı? Uşaqlar, birinci ağac səhv oxudum burada, budadı. İndi birinci gün 87, üstə gəl 96 bərabər 7 üstə 6 13 3 yazırıq 1 yadda 8 üstə 9 17 1 yadda vardı 18 183. Ondan sonra deyək ki, üçüncü gün isə ikinci gündəkindən 26 ağac çox buladı. İndi biz 90 burada səhvdə deyim, bu dadıdır. İndi deyək ki, indi uşaqlar 96-nın üstünə 26 gəlir. 6-ın üstünə 6, 12, 9-un üstünə 2, 11, bir yadda vardı 12.
122. İndi deyirik ki, bağban 3 günə neçə ağac budadı. İndi biz uşaqlar belə eləməliyik özümüz. Baxın, indi 87. Üstə gəl 96. Üstə gəldən üstə gəldi 122 bərabərdir. 7 üstə 6 13, 8 üstə 9 87 üstə 90 183, 183 üstə 122 eləyir 305. İndi keçdik 5-ə. 5-də də 287 üstünə. Baxın, bu uşaqlar indi 87 üstünə 197 gəlir. 7 üstə 7 14, 8 üstə 9 17, bir yadda da vardı. Bir yadda vardı 18, 8'i yazıram. Yəni bir yadda. Bir üstə də 1 284. Keçdi, indi o birisi misala. İndi 87 üstə 226 üstə. 7 üstə 6, 13. 8 üstə 2, 10. Bir yadda vardı 11. 2 üstə də 1, 313. 87 üstə 156 gəldi. 7 üstə 6, 11. Başlayın. 7 üstə 6, 13 eləyir. 13. Ondan sonra 8 üstə 5, 11, bir yadda vardı 12, bir üstə 1, 2, 223. İndi deyək ki, M üstə gəl, N üstə gəl, K-nın cəmini tapın. Gəl, 284 üstə gəl, 313 üstə gəldi, 223. Bərabərdir. 4 üstə 3, 17, 7, 4 üstə 3, 7, 8 üstə 1, 9, 2 üstə 3, 5. Eləyir 597. 597'nin üstünə 223. 820. Şala keçdik o birisi səhifəyə. Gəlin eləyək. Gəl. 6. 223'dən sonraki ilk iki ardıcıl tek ədədlə 197'nin cəmini tapın. 223'dən sonraki ilk iki ardıcıl tek ədəd 225, 227'dir. Nasıl deyək ki, tek ədədlər 197'nin cəmini tapın. 5 üstə 7'nin gələyik. 5 üstə 7, 12. 2 yazıram bir yadda. 2 üstə 2, 4. Bir yadda vardı 5. 2 üstə 2, 4. 452. İndi 452 üstə 197'ni gəlirik. 2 üstə 7, 9. 5 üstə 9, 14. 4 üstə 1, 5. Bir yadda vardı 6, 649. İndi keçdik 7'yə. Keçdik 7'yə. 7'də deyək ki, kvadrat və üçbucaq, 3 rəqəmli ədədlər. Sonra belə bir təsvir verilib. İndi mən bunu hesablayacağım. Sonra bundan deyək ki, kvadrat üstə gəl, üçbucaq cəmini tapın. Gəl. İndi biz uşaqlar 4'ün üstünə 6 gələk. Bir dəqiqə mən bunu yadımda saxlayım. 4'ün üstünə 6, 10. Birin üstünə nəsə gəlmədi ya. Bir yaddamız var. İndi ondan sonra birin üstünə deyək neçə.
Hə uşaqlar, indi burada 6 yazırıq. Çünki birin üstünə 6 7. Birin üstünə 6 gələndə 7, 7 üstünə 1 8. 2-nin üstünə 6 da gələndə 8. Bu 666 olur. Bakın. Mən kimi sərgəsiz yazmıyorum uşaqlar. Siz daha da sərgəli yazın. Ben biraz kötü yazırım. Gel. Şimdi bunda ne istəyir? Tamam. 6'ın üstüne 4'lük gel. Ay 6'ın üstüne 4 neydi? 6'ın üstüne neçə gelseydi 18 olsun. Tamam, burada səhv dedim. Burada elə olsun ki cavab 28 olsun. İndi gəlin edək. Amma mən burada səhv dedim. 6'nın üstünə 2 gəlməliyim. 6'nın üstünə 2 8, 1'in üstünə 2. 2'nin üstünə 2 3, 4'ün üstünə 2 6, 226. Üstə gəl 222. Səhv dedim. Bu da istəyir ki üst bucaq olsun. Tamam. Beraberce 888. İndi bizdə 8. Gəl, 8-i oxuyuram sizin üçün. Onluqlara qədər yuvarlaşdırdıqda 430 alınan ən böyük ədədlə ən kiçik ədədin cəmini tapın. Gəl, onluqlara qədər yuvarlaşdıranda 430 alınan ən böyük ədəd həm ən böyük ədəd olsun, həm də ən kiçik ədəd istəyir. Birinci ən böyük deyək. Ən böyük ədəd 429. 429. Ondan sonra başqa ən kiçiyini deyirəm indi. Ən kiçiyi də 425. Yox. 425 ha. Uşaqlar, indi biz burada ən böyüyünü səhv dedim. Ən böyük 434'dür. Ən kiçiyi isə 429. Ya da ən kiçiyi 425. 425. 4 üstə 5 9, 3 üstə 2 5, 4 üstə 4 8. Ondan sonra şarkı 859 eləyir cavab. İndi keç 9. 216 üstə gəl 105 bərabərdir. 6'nın üstüne 5, 11. 1'in üstüne 0, 1. 1 ya da var 2. 2 üstüne 1, 321. Sonra buraya yazırıq 321. 7'nin üstüne 1, 8. 2'nin üstüne 2, 4. 3'ün üstüne 3, 6, 648. Buraya yazırıq 648. 8'in üstüne 3, 11. 4'ün üstüne 7, 11. 1 ya da var 12. 6'nın üstüne 1 ya da 7. 721. 721'de. Bu 7, bu 20, bu da 1. 721. Keçdik 10-cu sualına, yəni ki, axırıncı sualımıza. Gəlin oxuyaq. M-nın yerinə hansı ədəmin yerinə hansı ədəd olmalıdır? Gəl. Burada gəl. 328'in üstüne 105 gələk. 8'in üstüne 5, 13. 3 yazıram 1 yadda. 2 üstüne 0, 2. 1 yadda vardı 3. 3 üstüne 1, 4. 433. 433. 3'ün üstüne 8, 3'ün üstüne 4, 7. 3'ün üstüne 8, 11. 4'ün üstüne 2, 6. 1 yadda vardı 7. Sonra 7'nin üstüne 7.
14. 14 1-in üstünə 1, 2, 1 yadda var idi 3. Ondan sonra 7 üzəri 2, 9. 934. Burada da 8'den bundan bunu çıxacaq. 934'dən 328 çıxacaq. 8 14'dən 8 çıxacaq deyirəm. Dəqiqən uşaqlar. Uşaqlar, mən burada səhv elədim. Burada 500 olmadı. 8 üstə 0, 8. 3'ün 2 üstə 0, 2. Uşaqlar, indi 500'dən 328 çıxır. Ondan 8, 2. Sonra burada bir yadda var idi 9. 9'dan 2. 9'dan 2 neçə edir? 7. Ondan sonra burada da 4'dən 3 çıxırıq. Çünki bir yadda azalır. 4'dən də 3 çıxırıq. 172. Uşaqlar, bu qədər idi dərsliyimiz. İnşallah ki, bəyənmisiniz. Yəni, oxuyub anlaya bilərsiniz. Sağ olun, öpürəm sizi.